Bax, burada da inəklər var. Gəl, qorxma. Salam dostlar. Necəsiz? Burada bizim yaxınımızda bir qonşu var. Belə heyvanlar saxlayır. Baxın, ördəkləri var, qazları var. Qazın qanatlarına qaz uçuşa keçib elə bil. Ördəkləri, qazları, çöl quşları, göyərçinə belə gəlib bunlara. Burada da inəkləri var. Baxın, böyük uzun bir tövləsi var. İnəkləri var. O qarı inək biraz vırağan inəkdir. Qorxma, gəl Kənan. İnşallah ki, cummaz üstümüzə. Biraz buradan peyin. Biraz bayaq apardıq bir araba. Qonşu sağ olsun bize arabasını verdi. Bir araba apardıq. İndi bir araba aparım. Gətir. Peyin tökü həyətimizə. Hə? İnəkdə o qarı inək adama cumur. Ona görə biraz qorxuruq. Görə işimizi görə ehtiyatla. Salam dostlar. Bax, peyini biraz bura tökmüşəm. Gətirdim oradan peyini, göstərdiyim sizə arabalarla. 2 araba, baxın, bura peyin gedib, torpaq gedib. Qarışıq 2, ən çox peyindir əlbəttə ki. Belə bir 2 araba bura getdi, baxın, belə. Baxın, bu var idi də orada, bilirsiniz ki, bu balaca yeşik. Çox da balaca deyil. Onu bax, buradan çıxartmaq istəyirəm. O tərəfə aparmaq istəyirəm. Buradan da çıxarda bilmirəm. Ancaq düşünürəm ki, bu setka sökülə gərək buradan belə çıxardam. O da çox çətindir. Həm deyirəm elə burada söküm götürüm. Sonra deyirəm yox, lazım olar, aparım ora qoyum. Bilmirəm, qalmışam belə. Sökə bilsəm, alınmasa sökəcəm də. O pişim alınmasa sökəcəm. Baxın, bu setkanı açıb aparmaq istəyirəm. Setkanı açacağım. Bir də onu bağlayıb gözümə durub. Yəni buranı belə genişləndirdim. Burada nə qədər qəşəng yer çıxdı, nə qədər peyini torpaq tökdüm. Sırasıyla bura lobiya əkəcəm. Sırasıyla bu səfər yaş eləmirəm, elə əkəcəm. Həmişə yəni isladıb əkirdim. Görürsüz də. Bu səfər elə belə əkəcəm. Biraz artıq əkirəm. Artıq tökürəm, yəni çıxar çıxmaz. Onsuz da çoxdur lobiyam. Nə çıxa. O da balaca mənim. Apatkam var idi. Necə oldu? Apatka əlim ağırdı. Görürsüz də. Belə lobyalar. Balaca bir apatkam var idi. Pomidorlarım falan görürsüz. Necə gözəl, maşallah, böyüyüblər. Hamısı özünə gəliblər. Buradan badımcanım qırılmışdı da. O da yarpaqlayır deyəsən. Toxunmayacağım, inşallah yarpaqlasın. Çox qəşəng böyüyən badımcan idi. Ayağımla qırdım, heyif elədim. Belə atacaq bura. İnşallah bitərlər. İnşallah bu səfər bura beton deyəsən. Buraları mən beton eləmişdim dostlar, bilmirəm. O vaxtlar hin eləmişdim. Betonu mən qorxdum da Kənan. Mış kimi hardan gəlsə. Ay, əlim ağrıdı. Telefonu tutmaqdan əlim ağrıdı. Bayaqdan o qədər iş görürəm deyə. Adi bir dənə telefon tutdum, əlim ağrıdı. Deyəsən bu böyürlərdə hələ də beton falan qalıb. Betonun qırığı falan. Baxın bu qıraqlarda. Ben bu qırağı da təmizləmişdim. Axı beton yox idi. Buna bax. Burada hələ bir dənə beton qalıb. Buna bax, tərpənir. Onu buradan çıxartmalıyım. Gəl tut bu telefonu. Kənan, yavaş ayağın altına baxa. Görsənmi? Ay. Bu neylə çıxardır? Bax, o lomla çıxardır, değil mi? Onu böyle qoymuşam. O lomu da ki. Buna bax, burada beton qalıb. Balaca yerimə nə qədər betonlamışam. Bir qalınlıqda beton tökmüşəm ki. Ay, çıxartdım, baxın. Burada hindi düzəltmişdim. Altına beton vermişdim. Betonun qalınlığına bax, ay bacı. Belə şey mi olar? Buna bax, Ay. Belə.
Oğlum ağrıdı. Görsən ki ana, 2 araba bura peyin torpaq tökdük. Hani hələ heç elə burada heç nə yoxdur. Görsən, azdır. Aman iyi, day. Halımız yoxdur, nəsə gətirək. Arada bir dəfə gedib gətirərəm. 1-2 vedrə ilə. O tərəfdən qonşu sağ olsun. Bizə arabasını verdi. Vedrə ilə daşıyırdıq. Mənim arabam var idi, arabamı qonşularım apardı. İşlətdi, zay elədilər. Axırda sındırdılar. Heç dəmirini də bilmədim, hara atdılar. Bax, bu sırayla bir lobyalar əkdim. Sırayla lobyalar. Bəsdir. Çəkə bildim mi ana qurban? Bu sırayla